Sabahınız hayır olsun. Aziz ve sevimli neçəncəsiniz? Birinci sinif şagirdlərim. Yeni ilin ikinci ders gününde her birinizi hoş gördük. Bəli, bugün bizim 2026. tədris ilinin, hansı ilin? Alt ilinin ikinci ders günüdür. Çok təəssüflər olsun ki, bizim növbəti dərs günümüz 20 yanvar tarixinə, yəni matəm gününə təsadüf etdiyindən gələn həftənin bu günü bizim dərsimiz olmayacaq. Nəinki İngilis dili dərsi, ümumiyyətlə dərs olmayacaq. Bəli, gələn həftənin bu günü 20 yanvar tarixi matəm günüdür. Yine siz derse gelmeyeceksiniz, evde olacaksınız ve diğer haftanın, artık növbəti haftanın, yani yanvar ayının sonuncu haftasının ikinci günü ise şagirdlerin, Ümumi Respublika şagirdlerinin qış tətili olduğundan yine de siz məktəbə gəlməyəcəksiniz. Odur ki, bugün bizim yanvar ayında geçirilecek olan, yanvar ayında geçirilmesi lazım olan sonuncu ders günümüzdür. Yaxşı uşaqlar, başa düşdünüz. Gələn həftənin ikinci günü matəm günüdür. Ümumiyyətlə məktəb olmayacaq, məktəb bağlı olacaq. Heç kim məktəbə gəlməyəcək. Digər həftənin ikinci günü isə sizin qış tətiliniz olacaq. Yenə də məktəb olmayacaq. Məktəb əslində olur, amma müəllimlər üçün olur. Məktəbə gəlir, müəllimlər gəlir. Bəli, müəllimlər gəlir, rəhbərlik gəlir, texniki işçilər gəlir. Amma şagirdlər gəlmir. Bir də bizim dərsimiz olacaq fevral ayının əvvəlində. Odur ki, uşaqlar, bugün bizim yanvar ayında keçiriləsi olan sonuncu dərs günümüzdür. Məhz bu səbəbdən bacardığınız qədər bugün bütün fikrinizi, diqqətinizi mənə yönəldirsiniz və dərsdə fəal, aktiv iştirak edirsiniz. Dersimizin qeydə alınan video görüntüsündən də evdə olduğunuz 2 həftə müddətində faydalanırsınız, yararlanırsınız. Uşaqlar, kim deyər, sonuncu dəfə biz neçənci dərsi keçmişdik? 10-cu dərsi keçmişdik. Bəli, biz sonuncu dəfə 10-cu dərsi keçmişdik. Gəlin 10-cu dərs barəsində biraz kısa şekilde de olsa sorgu-sual aparaq. Daha sonra keçərik 11-ci dərsə. 11-ci dərsi keçəndən sonra da birdən 10-cu dərsə qədər olan bütün dərslərin könüllü şagirdlərdən təkrar sorgu-sualını apararıq. 10-cu dərsi